Əməkdar jurnalist Xoşqədəm Hidayət qızı Şəkinin Kiş kəndinə səfəri zamanı bölgəyə məxsus kökənin dadına baxıb. O bildirib ki, bu kökə yalnız Kiş kəndində hazırlanır. Xoşqədəm Hidayət qızı təamın içliyində qoz soğan olduğunu qeyd edərək turşusu ilə dadaraq dadını çox bəyəndiyini deyib. Möhtəşəmdir, bu kökəni yalnız Kiş kəndində yeyə bilərsiniz, başqa yerdə yoxdur sözlərini işlədib. Qeyd edək ki, bu kənd Şəki şəhərindən təxminən 5 km məsafədə yerləşir və tarixi, təbiəti, eləcə də qədim Alban irsi ilə tanınır. Kiş kəndinin ən məşhur abidələrindən biri Kiş Alban məbədi hesab olunur. Kənd həmçinin özünə məxsus mətbəxi, o cümlədən məşhur Kiş kökəsi ilə də tanınır. Kiş kəndindəyəm və Kiş kəndinə özəl bir kökə haqqında danışmaq istəyirəm sizə. Deməli, bu kökə yalnız Kiş kəndində hazırlanır. İçində qozlu, bu normalda ola bilər. İçində başqa nə var? Soğan var və zoğalın turşusu. Dadı necədir? İlk dəfə dadacağım. Sizə də deyəcəm. Möhtəşəm. Yoxlamağa dəyər. Dəyər və bir şey deyim ki, yalnız Kişdə yeyə bilərsən. Başqa yerdə yoxdur. Mükəmməldir, ləzzətlidir.